Artıq parçalardan, nə etməliyəm, nə işə yarayar deyə, baxmağa gələnlərə, bu səhifəmizdə görə bilərlər. Kiçik bir parçalardır, atmağa qıymırıq, dəyərləndirmək istədiyimiz parçalardır. Rəngbərəng, atlas olsun və yaxud da hansı material olsun fərq etməz. Bunları, parça sevənlər bilər mənim kimi. Mən bunları bir neçə ildir saxlayıram. Nə vaxtsa dəyərləndirərəm, vaxt edib, bunları dəyərləndirmək, fikrinə düşdüm və sizinlə də paylaşmaq istədim. Gördüyünüz kimi belə bir kardon vasitəsilə, özünüz istədiyiniz bir ölçünü hazırlayıb əldə edə bilərsiniz. Parçanın, yəni ziyan olmasın deyə kiçik ölçülü, böyük ölçülü, yəni ki, ölçülər dəyərində dəyərləndirə bilərsiniz və, kəsdiyiniz ölçüləri, üst-üstə qoyun ki, sonra, qarışıq olmasın və kəsdiyiniz ölçüləri bir-birinə, tikdiyiniz zaman gözəl bir görüntü əldə edirsiniz. Rəngli tonlarda və yaxud da istədiyiniz, rənglərdə yığa bilərsiniz bunu. Materialı fərq etməz. Mən belə bir, görüntü əldə elədim. Çox gözəl parçalardır bunlar. İşlənməmiş yeni parçalardır. Atlas olsun, velir olsun və yaxud da hansı bir parça olsun. Gördüyünüz kimi çox gözəl. Belə bir parçaları dərzilərdən də əldə edə bilərsiniz. Çünki onlar, bu parçaları istifadə etmirlər. Artıq qalan parçalardır. Çox vaxt apardığı üçün belə bir şeydən onlar vaxt eləmirlər və atırlar. Onlardan gedib əldə edə bilərsiniz. Bu biraz çox vaxt aparan bir şeydir. Buna səbir və, vaxt lazımdır. Bunu belə kəsib yığa bilərsiniz. Yəni parçanız az olsa belə bunları, parça tapdığınız, vaxtı yığıb bir sonra da istifadə eləyə bilərsiniz. Bunu, qurama hazırlayacağam mən. 1 ədəd qızıma, 1 ədəd də oğluma, milli qurama, nənə-babalarımızdan gördüyümüz, miras sayılır. Milli mədəni quramamız var bizim və bu da çox vaxt aparır, həm də çox parça gedir buna. Kiçik ölçülü, olarsa daha çox parça aparır və çox, vaxt lazım gəlir buna. Bu da hardasa 1 gün, 2 gün vaxt çəkir. Mən indi hal-hazırda, milli qurama döşəkçə deyəndə balış fason bir döşəkçə yığacam. Həm oturmaq üçün, həm də ki, yataq örtüsünün üzərinə qoya bilərsiniz, yatağın üzərinə qoya bilərsiniz, divan üzərinə qoya bilərsiniz. Mən, qızım üçün hazırlayıram bunu. Yəni qızıma, hədiyyə olaraq verəcəm. Bu da çox dəyərli bir şeydir. Mən bunu sevgi ilə, ləçək-ləçək onu yığacam. Burada gördüyünüz kimi, artıq, kusoklar, çox xırda kusoklar qaldı və mən çalışıram ki, qızım üçün, açıq tonlardan istifadə edeyim. Rozvi rəngdə, bənövşə olsun və yaxud da bu sizin də zövqünüzə uyğun gələ bilər. Ya da özünüz seçə bilərsiniz, rəngləri və gördüyünüz kimi burada yığmışam, az qalıbdır. Rəng tonlarını buradan görürsünüz. Və alt hissəsinə də siltifon üçün, zamok yeri qoyacağam. Yəni, döşəkçəni çıxarıb yemək olsun, hazırlamaq olsun, yumşaq bir, gözəl bir balış fasonda olsun deyənə. Gördüyünüz kimi bu hazırdır. Rəng tonları da açıq-aydın görürsünüz. Altına hələ, zamok yerləşdirməmişəm. Sizə göstərmək üçün, siltifon yerləşdirdim. Və gördüyünüz kimi hal-hazırda hazırdır. Bu da mavi rəngdədir. Bir qızıma, bir oğluma hədiyyə olsun deyə. Qarışıq